Gemostaz. Anam buradasınız? Benim. İndi geldim müəllim. Hə, Səsiniz tamam. getmişdi. Mövzuların tematik qrupu nədir? Tədris vahidi, Tədris hərəkət vahidləri. qabiliyyət. İnsan dayandıqda və hərəkət zamanı vərdiş etdiyi bədən vəziyyəti nə adlanır? Dayandıqda İnsan dayandıqda və hərəkət etdiyi zaman bədən vəziyyəti nə adlanır? Qamət. 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 Çox sağ ol Zümrüt müəllim. Çox yormayım sizi. Oldu. Siz sağ olun. İntiqam müəllim, İntiqam səsini aç görüm dədə. Bəli, axşam. Axşamı xeyir. Avtomatlaşdırılmış mürəkkəb koordinasiyalı vərdiş nə adlanır? Addım. As hərəkətlilik. Hərəkətlik. Psikodinamiya. Hipodinamiya. Fəzanın qavranılması fəza hissi. Kinestetik analizator. Aha. Çiyinlərin tutma nöqtəsindən aşağıda yerləşməsi. Sallanma. Hərəkətə başlamazdan əvvəl alınan çıxış vəziyyəti. Hərəkətin çıxış vəziyyəti. Aha. Fiziki hazırlıq neçə yerə bölünürdü? Fiziki hazırlıq. 2 yerə. Hansı idi? Ümumi. Ümumi xüsusi. Aha. Ümumi xüsusi. Aşağı vəziyyətdən yuxarı vəziyyətə keçid nə adlanırdı? Qalxma müəllim. Aşağı vəziyyətdən yuxarı vəziyyətə keçid. Hə. Qalxma. Aşağı. Qalxmadı. Yuxarıdan aşağıya keçid. Emmə. Sərhəd ağacı nə adlanırdı? Planka. Tarazlıq vəziyyətindən ayrıldığı məsafə hərəkətin son həddi nə adlanırdı? Amplituda. Amplitude. Bütün hərəkət qabiliyyətin bərabər inkişafı nə adlanırdı? Bərabər imkanların yaradır. Aha, bütün hərəkət qabiliyyəti xeyr, fiziki kamillik. Hə, düz. Baş üzərində çevrilmə, dayağa ardıcıl toxunmaq. Mayalla qaçma. Mayalla qaçma. Dizlər və dirsəklərlə bükülü vəziyyətdə çevrilmə. Qruplaşma. Qruplaşmadır. Ondan sonra şəfaqətin söz olmasın, toplum parıltısı nədir? Toplum performansı. Flashmob-dur. Yaxşı. Qardaş, bəs qövs formasında bədənin maksimal arxaya əyilməsi, körpü vəziyyətidir. Fiziki inkişafın qiymətləndirilməsi, fiziki inkişafın qiymətləndirilməsi, antropotemiyadır. Yaxşı. Dəstə hərəkətlərinin icrası üçün sərf olunan vaxt əsas göstəricisi nə adlanırdı? Maşında olan. Bir dəqiqə. Maşında olan. Motor sıxlığı. Motor sıxlığıdır. Səhər gimnastikası. Hə? Bu nə adlardı oğlum? Yadımda qalmır. Hə. Səhər gimnastikasına, səhər gimnastikasına aid olan hərəkətləri ardıcıl şəkildə say görüm. Baş boyun, çiyin qurşağı, gövdə, aşağı ətraf, sıçrayış, sakitləşdirici hərəkətlər. Ayso, sakitləşdirici hərəkətlərdir. Bəs fiziki tərbiyə dərsində istifadə olunan hərəkətləri ardıcıl say görüm qardaş. Şura inkişaf hazırlayıcı